Bakıda yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən Isuzu markalı sərnişin avtobusu 2 Hyundai markalı avtomobillə toqquşub. Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikailov açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış keçirilib, xəsarət alan olmayıb. Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb. Mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı oğlan saxlanılıb, araşdırma aparılır.